22 may saat 14:25-də şəhərin mərkəzində Yeni Bulvarda bir kişi mənə hücum etdi. Həmin günü seçdim ki, iş günüdür, iş saatıdır, adamlar yəni Yeni Bulvarda az olacaq, dəniz onun yanıydı. Və videoda gördüyünüz kimi həmin yerdir, ətrafda adam azdı, bu geyimdə idim mən. Videonu çəkəndən sonra yaxınlaşdım telefonuma, baxım görüm necə videoda çıxdım və hiss eləmədim, həmin kişi mənim arxamdaydı. Və qeyri-etik, əxlaqsız bir hərəkət elədi, yanımdan vurdu. Və hər kəsdən üzr istəyirəm ifadəmə görə mənə dedi ki, mən səni həmin an şok keçirdim və çöndüm kişinin tərəfinə. Adrenalin altında ştativi götürdüm. Mənim telefonum bu ştativin üstündə idi. Gördüyünüz kimi yəni ağırdı, içində daş var. Həmin ştativi götürüb kişini döyməyə başladım. Bir neçə zərbə vurandan sonra sakitləşdim və arxaya keçdim. Həmin anda mənə yumruqla çənəmə vurdu. Mənim aqressiyam yenidən çoxaldı və ştativi götürüb yenə onu döyməyə başladım. Həmin o kişi gördü ki, 40 kilo qızla bacarmır və kəmərin altından buradan belə bıçağı çıxardıb mənə hücum etməyə başladı. Bu dəhşətli hadisə Bakının mərkəzində, Dövlət Bayrağı meydanı kimi strateji obyektlərin yerləşdiyi Dənizkənarı Milli Parkda müşahidə kameralarının altında günün günorta çağı baş verir. Bir şəxs qadına yaxınlaşıb, ona qarşı əxlaqsız hərəkətlər edir, təhqiramiz ifadələr işlədir. Buna etiraz edən həmin qadına yumruqla zərbələr endirir və ona bıçaqla hücum edir. Həmin qadın başına gələn qorxunc hadisəni öz sosial şəbəkə hesabına paylaşdıqdan sonra başqa bir qadın da eyni şəxs tərəfindən oxşar hadisə ilə qarşılaşdığını bildirir. Bu isə artıq sadə bir insident yox, ictimai təhlükəsizlik məsələsidir. Azərbaycanda qadınlar artıq təhlükəsiz mühitdə yaşamırlar. Bu qadın sadəcə öz ölkəsinin paytaxtında istirahət etmək istəyirdi və elə bir vəziyyət yaranıb ki, o hadisə zamanı nə geyindiyini izah etmək məcburiyyətində hiss edir. Çünki yaxşı bilir ki, bu ölkədə zorakılığa məruz qalanda belə ilk sorğulanan elə qadının özü olur. Cəmiyyətin bu təfəkkürünü mediada qadınlara qarşı alçaldıcı ifadələrlə gündəmə gəlmək istəyənlər formalaşdırıb. Biz qadınlara qarşı kütləvi şəkildə nifrət və aqressiyanın olmasından danışarkən onun nəticələrinin də belə olacağını deyirdik. Hər gün mediada yayımlanan qadınlara qarşı nifrət artıq küçələrə yayılıb. Qadınlarımızın həyatını təhlükəyə atır. Reyting, daha çox baxış və klik xatirinə qadını günahlandıranlar bugün həm də bu xanımın başına gələnlərə görə məsuliyyət daşıyırlar. Küçədə cinsi qısnama və fiziki zorakılığa məruz qalan Nəzrin Kərimova Gender Media Watch açıqlamasında Səbail rayonu 8 saylı polis bölməsinə müraciət edərək ərizə yazdığını bildirdi. Biz də Gender Media Watch olaraq hüquq mühafizə orqanlarını bu məsələni obyektiv şəkildə araşdırmağa, təhlükəsizlik kameralarının görüntülərini incələməyə, hücum edən şəxsin kimliyini müəyyən edərək məsuliyyətə cəlb etməyə və nəticə barədə ictimaiyyətə məlumat verməyə çağırırıq. Çünki ictimai yerlərdə insanların təhlükəsizliyi birbaşa dövlət qurumlarının məsuliyyətidir.